Hamımız bilirik ki, alış-veriş üçün iki razı tərəf olmalıdır. Düzdür, sanki bu ticarətin dəyişməz qanunudur. Amma heç düşünmüsünüzmü, bəlkə bu qaydanın da istisnaları var? Gəlin bax elə bu məsələyə bir aydınlıq gətirək. Bir saniyəlik düşünün. İstənilən bir alış-verişin ən vacib şərti nədir? Yəqin ki, hamımız eyni şey deyəcəyik. Tərəflərin razılığı, yəni könüllü istəyi. Elə deyil? Bax, hər şeyin təməlində məhz bu dayanır. Bəli, doğru tapdınız. Hər şey məhz bu təməl prinsipdən, yəni razılıqdan başlayır. İslam hüququnda da müqavilələrin canı, özəyi elə budur. Yəni, məsələ əslində çox bəsitdir. Bir müqavilənin keçərli olması üçün alıcı da, satıcı da könüllü şəkildə razıyam deməlidir. Bu əsas qaydadır. Amma biz bugün qaydanın özündən yox, məhz onun pozulduğu o nadir anlardan, yəni istisnalardan danışacağıq. Və beləliklə gəlib çatdıq ən maraqlı yerə. Deməli, bəli, elə hallar var ki, tərəflərdən birinin heç bir razılığı olmadan belə alqı-satqı baş tutur. Düz eşitdiniz. Bu, o təməl prinsipin pozulduğu çox nadir, amma bir o qədər də mühüm anlardır. Normalda alış-veriş deyəndə ağlımıza nə gəlir? Təbii ki, könüllü bir proses. Yəni, hər kəs öz xoşundan alıb satır. Amma bizim bugün danışacağımız şey tamamilə fərqlidir. Bu, məcburi satışdır. Yəni, qanunun bir tərəfi istəsə də, istəməsə də öz malını satmağa məcbur etdiyi vəziyyətlərdir. Yaxşı, sual yaranır. Necə ola bilər ki? Yəni, dövlət və ya qanun bir adamı öz mülkünü satmağa necə məcbur edə bilər? Bunun ilk və ən başlıca səbəbi ictimai maraqlardır. Başqa sözlə desək, bütün cəmiyyətin xeyri bir fərdin hüququndan daha üstün tutulanda. Deməli, bu ictimai maraqların önə çıxdığı 4 əsas vəziyyət var. Birincisi, dövlətin öz ehtiyacları, ikincisi, fövqəladə hallar, üçüncüsü, bazarda inhisarçılığa, yəni monopoliyaya qarşı mübarizə və dördüncüsü, qiymətlərin tənzimlənməsi. Gəlin indi hər birini bir-bir açaq. Başlayaq birincidən, istimlak. Bu söz sizə tanış gələ bilər, müasir dövrdə də tez-tez rastlaşırıq. Təsəvvür edin, dövlət yeni bir yol çəkmək, körpü salmaq və ya məktəb tikmək istəyir. Və bu layihə sizin torpağınızdan keçir. Bax, bu zaman dövlət torpağınızın dəyərini ödəyərək onu sizdən məcburi şəkildə ala bilər. Məntiq çox sadədir. Bütün cəmiyyətin faydası bir nəfərin mülkiyyət hüququndan daha vacibdir. İndi keçək ikinci hala, yəni fövqəladə vəziyyətlərə. Allah eləməsin, amma düşünün ki, bir müharibə başlayıb və ya böyük bir təbii fəlakət olub. Ordunun təcili yanacağa, xəstəxanaların dərmana ehtiyacı var. Bax, belə kritik bir məqamda dövlət bu zəruri malları vətəndaşlardan, əlbəttə ki, dəyərini ödəyərək məcburi şəkildə ala bilər. Üçüncü istisna isə birbaşa bazarla, iqtisadiyyatla bağlıdır. Tutaq ki, hansısa işbazlar və ya böyük bir şirkət, məsələn, bütün un ehtiyatını alıb ambarlarda gizlədir. Məqsəd nədir? Süni qıtlıq yaradıb qiyməti göyə qaldırmaq. Bax, belə bir vəziyyətdə dövrətin müdaxilə etmək haqqı var. Həmin malları ambarlardan çıxarıb, bazar qiymətinə məcburi şəkildə satdırmaqla bu qiymət oyununun qarşısını alır. Və nəhayət, dördüncü hal nərx tətbiqi, yəni qiymətə limit qoyulması. Bu, xüsusilə böhran vaxtları üçün aktualdır. Dövlət, deyək ki, çörək, şəkər, yağ kimi gündəlik tələbat mallarının qiymətinin ağlasığmaz dərəcədə qalxmaması üçün bir tavan qiymət müəyyən edir və bütün satıcıları məhsulu bu qiymətdən baha satmamağa məcbur edir. Yaxşı, beləcə ictimai maraqlarla bağlı 4 vəziyyəti aydınlaşdırdıq. Amma bir istisna da var ki, o tamamilə fərqli bir məntiqə əsaslanır. Burada söhbət cəmiyyətin yox, birbaşa fərdin xüsusi bir hüququndan gedir. Bir anlıq belə bir vəziyyəti gözünüzün önünə gətirin. Deyək ki, bir əmlakə kiminləsə şəriksiniz və ya qonşunuzla torpağınız bitişikdir. Bir gün oyanıb görürsünüz ki, şərikiniz öz payını və ya qonşunuz torpağını sizə bir kəlmə demədən yad birinə satıb. İçinizdən keçən ilk hiss nə olar? Yəqin ki, necə yəni? Axı onu almağa ilk haqq mənim idi. Baxın, bu hiss sadəcə bir emosiya deyil, arxasında güclü bir hüquq dayanır. Bu hüququn adı şufa hüququdur, yəni ön alım haqqı. Nə deməkdir bu?
Bu o deməkdir ki, sizin, yəni şərikin və ya qonşunun həmin mülkü eyni qiymətə yeni alıcının əlindən hətta məcburən geri almaq ixtiyarınız var. Buradakı məntiq həm də ortaq mülkün bölünməsinin, həm də qonşuluq əlaqələrinə kənar birinin daxil olub narahatlıq yaratmasının qarşısını almaqdır. Yaxşı, deməli 5 fərqli istisnanı müzakirə etdik. İndi gəlin bir addım geri çəkilib ümumi mənzərəyə baxaq. Bütün bunlar bizə əslində nə deyir? Əslində bütün söhbət incə bir tarazlıqdan gedir. Tərəzinin bir gözündə fərdin toxunulmaz sayılan mülkiyyət hüququ var, o biri gözündə isə bütöv bir cəmiyyətin ümumi maraqları, ümumi ehtiyacları. Bax, bu saydığımız istisnalar göstərir ki, hüquq sistemi həmçə bu iki dəyər arasında bir balans tapmağa çalışır. Və bu, o deməkdir ki, heç bir hüquq mütləq deyil. Və sonda gəlin bu sual üzərində düşünək. Sizcə, bu balansın doğru nöqtəsi haradadır? Fərdin mülkiyyət hüququ hər şeydən üstündür, yoxsa cəmiyyətin rifahı üçün bəzən bu hüquqdan güzəştə getmək olar? Bu, cavabı heç də asan olmayan, amma üzərində düşünməyə dəyən bir sualdır.